Hazırda Ana Vətən Partiyasının qurultayı keçirilir. Partiyanın sədri Fazil Ağamalı qızı Günay Ağamalının namizədliyini irəli sürdü, lakin çox az sayda dəstək gördü. Qurultayın əksəriyyəti mənim namizədliyimi irəli sürüb, bunu həzm edə bilməyən Fazil Ağamalı isə qurultayın gedişatını pozmağa cəhd etdi. Kanal 21 Azərbaycan reallığına istinadən xəbər verir ki, bu sözləri Qlobal İnfluaza açıqlamasında Fazil Ağamalının oğlu partiya sədrinin təşkilati məsələlər üzrə müavini İlkin Ağamalı deyib. O atasının dolayı yolla ona mane olduğunu bildirib. Stat, atam Fazil müəllim 30-40 nəfər olan öz tərəfdarları ilə zalı tərk etdi. Qalan qurultay nümayəndələri zalda əyləşiblər. Onu da qeyd edim ki, zalın işığını söndürdürərək insanları oradan çıxartmağa çalışırlar. Hətta qurultay nümayəndələrini mühafizə çağıraraq təhdid edirlər. Statın sonu. İlkin Ağamalı bacısı Günay Ağamalının partiya sədri seçilməsinə qarşı olduğunu bu cür izah edib. Hazırda qurultayda 100 nəfər nümayəndə iştirak edir, onlar məni dəstəkləyir. Biz yekun və ədalətli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Demirəm ki, Günay xanım seçilməsin. Burada söhbət mənim istəyib istəməməyimdən getmir, partiya üzvlərinin seçimindən gedir. 100-dən artıq nümayəndə faktiki olaraq mənim namizədliyimi dəstəkləyir deyə o açıqlamasında bildirib.